Bakı Avrasiya Universitetində professor Nazim Hüseynlinin 70 illik yubileyinə əsr olunan Ənənədən Gələcəyə adlı beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə universitet rəhbərliyi, elm adamları və müxtəlif ölkələrdən dəvət olunan tədqiqatçılar iştirak ediblər. Konfrans Nazim Hüseynlinin elm və təhsil sayəsindəki fəaliyyətinə əsr olunub. İştirakçılar onun Azərbaycan ali təhsilinin inkişafına verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, tədbir çərçivəsində müxtəlif mövzular üzrə elmi məruzələr təqdim olunacaq. 2 gün davam edəcək konfrans çərçivəsində elmi fikir mübadiləsinin aparılması planlaşdırılır. Konfrans iştirakçıları beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətini də vurğulayıblar. Sonra tədbir bədii proqramla davam etdirilib. Bu konfrans sadəcə yubiley xarakterli bir tədbir deyil. Çünki konfransımıza dünyanın müxtəlif ölkələrindən çoxsaylı elmi tədqiqatçılar, araşdırmacılar öz tezislərlə, tədqiqatları ilə müraciətlər ediblər və biz inanırıq ki, bu 2 gün ərzində həmin tədqiqatçılar bir-birinə maraqlı öz tədqiqatlarını təqdim edəcəklər. Kurucu rektör Profesör Doktor Nazım Hüseynli'ye həsr olunmuş 6. Gelenekten Geleceğe Bilimsel Araştırmalar Kongresi ve Kadın Kongresi ile birlikte kongre organizasyonu yapıyoruz. Bu manada Sayın Kurucu Rektörümüzün ad gününü kutluyorum. Avrasya Üniversitesi, Bakü Avrasya Üniversitesi yönetimine de bize konaklık yaptıkları için, hürmet gösterdikleri için teşekkür ediyorum.